Bugün günümüzdə bəzi məsələlərdən qeyd eləmək istəyirəm ki, bugün görürsünüz, din elə bir sahə olub ki, artıq Allahın bu dini hər kəs dindən danışır, qardaşlar. Hər kəs dindən danışır. Və fikir versəz, bir məclisdə əgər bir mühəndis varsa, o mühəndislikdən ondan başqa heç kim danışmır. Hamısı sur danışır. İşin əhlinə yönəldir. Çünki başları çıxmıraq. Bir məclisdə əgər riyaziyyatçı varsa, orada ondan başqa heç kəs riyaziyyatdan danışmır. Cürət etmir yəni. Deyirlər, bu riyaziyyat mənim, bunun yanında danışmaq olar mı? Biz nə bilirik ki? O yaxşı bilir. Bir məsələdə maşın təmirçisindən başqa o məclisdə maşın təmiri əgər söhbəti düşürsə, o ustadan başqa heç kim danışmır. Amma məqam gələndə Allahın dininə bir məclisdə onlar hamısı toplaşsa belə hamısı Allahın dinindən danışırlar. Fikir verin, subhanallah. İnsan ona görə vallahi danışmamalıdır. Əgər elmin yoxdursa, hətta sələflər deyərdi ki, bir insan haqqı bilmirsə, Allahın dinindən cahildirsə, cahilcəsinə fətva versə, hətta yalan danışmasa belə, doğruya isabət eləsə belə yalancıdır. Allahın dinindən elmsiz danışdığına görə. Baxın, bugün fitnələr necə çoxalır, necə bidət əhli çoxalır. Biri durur yerindən Allahın vacib etdiyi həcci inkar eləyir, deyir Allahın qəsdi burada o deyil. Necə cürət eləyir ki, bu insanı necə cürətləndirir ki, o Allahın adından danışır bu insan. Allahın halal etdiyinə haram deyir. Biri durur deyir ki, Allah Rasulunun hədisləri nəyə lazımdır ki, Quran var da. Görün necə insanlar cürətləniblər, necə danışmağa həvəslidirlər. Biri deyir ki, bu hədis mənim ağlıma batmır. Əşi bu deyəsən zəifdir. Biri deyir ki, yox, burada ayə bu qəsd olunmur. Baxırsan ki, bunlar hamısı sıravi insanlardır. Nə bir elm, nə bir alimimizi görüb, nə yəni belə, subhanallah. Cürət, sadəcə cürət. Sən qardaş danışdığın şeyə görə Allah Taala'nın huzurunda cavab verəcəksən. Sən Allahın haqqına gəlmisən. Və hətta alimlər bunu dəfələrlə qeyd etmişik. Hətta alimlərin Rəbbi olan Allah, alimlər deyirlər ki, şirk ən böyük günahdır, elə deyilmi qardaşlar? Şirkdən başqa insanı əbədi cəhənnəmdə saxlayan bir əməl varmı? Allaha sığınırıq. Bax ki, İbn Qayyim rahimehullah Araf surəsi 33-cü ayəsi barəsində deyir ki, Allahın adından elmsiz danışmaq şirkdən böyük günahdır. Fikir verin. Niyə görə yaxşı? Bu sual bizə qəribə gəlmirmi? Niyə görə böyük günah olsun ki bu? Yəni şirk böyükdürsə bundan böyük nə var ki? Var qardaşım. Allahın adından elmsiz danışmaq. Allah Taala həmin ayədə sayır ki, "Qul innema rabbiyal fawahisha ma zahara minha və ma batan." Yəni Allah Taala gizlində və aşkarda olan fuhuş işləri, azğınlıqları, günahları sayır ki, Rəbbin haram etdi. Və sonra buyurur ki, "Və en tuşriku billahi ma lam yunzil bihi sultana." Subhanallah. Deyir ki, və Allah Taala nəyi haram etdi? Haqqında heç bir dəlil endirmədiyi halda başqasından şərik qoşmağı haram etdi. Və sonra buyurur ki, "Və en taqulu alallahi ma la ta'lamun." Və Allah barədə elmsiz danışmağı. İbn Qayyim bunun təfsiri barəsində gətirir ki, bu şirkdən böyük günahdır.